Salam, 8-ci sinif 2-ci hissədən 8-ci bölməyə başlayırıq. 8-ci bölmədə insan sağlamlığı və ətraf mühit. Bildiyiniz kimi, insanda sağlamlıq problemləri birdən-birə yaranmır, üzə çıxmır. Vaxtından qabaq qocalmaq, xəstəliklərin inkişafı, çox vaxt orqanizmin həyat şəraitinin pisləşməsi nəticəsində baş verir. Sağlamlığı qorumaq yalnız patogenlərin yaratdığı infeksiyaları aradan qaldırmaq demək deyil. Mütəmadi olaraq sağlamlığa nəzarət etmək və immuniteti möhkəmləndirmək çox vacibdir. İmmunitetin zəifləməsi həm ciddi xəstəliklər, həm də sağlam həyat tərzi prinsiplərinə ziyan vurur. Bundan əlavə, sağlamlığa ətraf mühitdə təsir göstərmiş olur. Ətraf mühitin amilləri suyun, atmosferin, torpağın, okean səthinin çirklənməsi nəticəsində ola bilər. Bununla yanaşı, sağlamlığa mənfi təsir göstərən amillərdən biri də yuxusuzluq, yəni vaxtında yatmamaq, oturaq həyat tərzi, zərərli vərdişlərin olması və s. də misal göstərə bilərik. İnsan sağlamlığını qeyd elədik ki, torpağın, hidrosferin, atmosferin, okean səthinin çirklənməsi də mənfi təsir göstərir. Belə ki, atmosferin çirklənməsi tənəffüs yolları xəstəliklərinin artmasına, suyun çirklənməsi həzm orqanları xəstəliklərinin artmasına, ümumilikdə isə ümumi orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Bunlar isə öz növbəsində ömrün qısalmasına gətirib çıxarır. Burada soruşulur, infeksiyon və qeyri-infeksiyon xəstəliklər hansılardır? İnfeksiyon xəstəliklərin törədiciləri, patogenlər bir insandan başqasına, yəni xəstə insandan sağlam insana keçməklə xəstəliyin yayılmasına səbəb olur. Bunlar biz qripi, çiçəyin, vəbanı, taunu və s. misal göstərə bilərik. Qeyri-infeksiyon xəstəliklər isə insandan insana keçmir, amma bunlar da insanın ömrünü qısaltmağa və onun ölümünə səbəb ola bilər. Qeyri-infeksiyon xəstəliklərə ürək-damar çatışmamazlığını, hemofiliyanı, sonra diabet xəstəliyini və s. misal göstərə bilərik. İnsan sağlamlığına ikincidə deyilir ki, insan sağlamlığına təsir edən mənfi halları tənzimləmək və ya azaltmaq mümkündürmü? Bunu necə etmək olar? İnsan sağlamlığına təsir edən mənfi hallar ən çox ətraf mühitin çirklənməsi, suyun, havanın, torpağın, okean səthinin çirklənməsini misal göstərmək olar. Qeyd elədik ki, mühitin çirklənməsi orqanizmdə xəstəliklərin, yəni qeyri-infeksiyon xəstəliklərin artmasına xüsusilə daha çox rol oynayır. Bu da ömrün qısalmasına və ölümə gətirib çıxara bilər. Hər il Ümumdünya Səhiyyə Təşkilatı Səhiyyənin Dünya Statistikası adlı illik məruzə çap eləyir. 2023-cü ilin statistikası göstərir ki, qeyri-infeksiyon xəstəliklərdən ölmə faizi ildən ilə artır. 2023-cü ildə ölənlərin 70%-dən çoxu məhz belə xəstəliklərin payına düşür. Tədqiqatlar göstərir ki, 44% insan ürək xəstəliklərindən, 22% onkoloji xəstəliklərdən, 10% respirator, 4% isə şəkərli diabet xəstəliyindən ölürlər. Mütəxəssislərin fikrincə, infeksiyon olmayan xəstəliklərdən qorunmaq üçün əsas profilaktik tədbir sağlam həyat tərzidir. Sağlam həyat tərzinə isə başlıca olaraq gün rejiminin düzgün qurulması, sağlam qidalanma, aktiv həyat tərzi, ətraf mühitin çirklənməsinin qarşısını almaq, atmosferdə karbon qazının miqdarını azalmasına nail olmaq. Bunun üçün də bildiyiniz kimi meşələrin salınması əsas rol oynayır. Bölmədə öyrənəcəyik patogenlər və onların orqanizmə daxil olması yolları. Patogenlər infeksiyon xəstəliklərinin törədiciləridir.
Bildiyimiz ki, onlar orqanizmə müxtəlif yollarla daxil ola bilər. Ola bilər ki, xəstə o adamla təmasda olanda, onun əşyalarından istifadə edəndə və yaxud hava damcı yolu ilə və yaxud da ki, digər vasitələrlə bu yoluxmalar ola bilər. Su vasitəsilə və s. Sonra immun sistemin orqanizmi xarici yad cisimlərdən qoruyan hüceyrə və orqanlardan ibarət olmasını öyrənəcəyik. Bildiyiniz kimi, immun sistemimizin əsasını limfositlər adlanan leykositlər təşkil edir ki, onlar orqanizmə düşən yad cisimləri zərərsizləşdirirlər və məhv eləyirlər. Bəziləri isə özləri də məhv olur, amma bu hüceyrə və orqanlar orqanizmin immun sistemini qorumağa və xəstəliklərdən müdafiə etməyə xidmət etməsinin əsasını təşkil edir. İmmunitetin təbii və süni, pasiv və aktiv olmasını öyrənəcəyik. Bildiyiniz kimi, immunitet orqanizmin yoluxucu xəstəliklərə müqavimətinin artıq olması, yaxud yoluxucu xəstəliklərə yoluxmaması deməkdir ki, bunlar da ola bilər anadan gəlmə olsun, ya xəstəlik keçirəndən sonra yaransın ki, bu təbii immunitet hesab olunur. Süni immuniteti isə vaksin və yaxud peyvənd və yaxud da ki, zərdab və ya serum vasitəsindən əldə etmək mümkündür ki, onlar pasiv hesab olunur. Sağlam qidalanmanın insan orqanizminə təsirinə gəlincə, bildiyiniz kimi, sağlam qidalanmamızın əsasını orqanik qidalanma təşkil edir. Yəni, süni qidalanma orqanizmlərdə müxtəlif fəsadlara gətirib çıxara bilər. Ona görə də sağlam qidalanmaya fikir vermək lazımdır. Vaxtı-vaxtında yemək, düzgün qidalanmaq və s. Zərərli vərdişlərin insan sağlamlığına təsirinə gəlincə, bildiyiniz kimi, spirtli içkilərdən istifadə xəstəliklərin yaranmasına səbəb olur. Sonra narkotik maddələrdən istifadə olunma, siqaretli içkilərdən, siqaret çəkmələr və s. Bütün bunlar hamısı insan sağlamlığına mənfi təsir göstərən amillər hesab olunur. Bundan başqa, karbon və azot dövriyyəsi ilə əlaqəli proseslərin xüsusiyyətlərini öyrənəcəyik. Bildiyiniz kimi, atmosferdə karbon qazının artmasının başlıca yolu fosil yanacaqlardan istifadə etmədir. Orqanizmdə azot dövriyyəsi də lazımdır, çünki amin turşuların tərkibində azot elementi mövcuddur. Onlar isə öz növbəsində zülalların sintezində iştirak edir. Zülalların biosintezi isə orqanizmi zülallarla təmin edir. Biz əsaslı şəkildə deyirik ki, harada zülal varsa, orada həyat var. Deməli, azot dövriyyəsi də əsas təşkil edir və burada insan fəaliyyətinin maddələr dövranına təsiri ilə bağlı fəsadlara gəlincə, insan fəaliyyətinin maddələr dövranına təsiri, başlıca təsiri bildiyiniz kimi, təbiətin həddindən artıq çirklənməsi, suyun, torpağın, havanın çirklənməsi, okean səthinin çirklənməsi, bütün bunlar hamısı müxtəlif fəsadların baş verməsinə gətirib çıxarır ki, bu da öz növbəsində orqanizmin ölümünün tezləşməsinə, yəni həddindən tez qocalmaya aparıb çıxarır ki, belə bir misal var, deyil ki, hər kəs 150 il yaşamasa, günah onun özündədir. Bu qədər. Sağ olun.